Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. İlk olarak hamdolsun yerlerin ve göğlerin sahibi olan Allah'a. O Allah ki Subhanahu ve Teala gecəni gündüze, gündüzü geceye katır, ölüden diri, diriden ölü çıkarır. O Allah ki Subhanahu ve Teala bir işin olmasına yalnız ve yalnız ol deyir, o işte derhal olur. Ərəblərdə belə bir deyim var. Deyirlər ki, Allah'ın emirleri, yani Allah'ın istekleri kun harfi ile kef harfi ile nun harfinin arasındadır. Bu Ərəblərin misalıdır. Lakin bu deyiliş doğru değil. Necə ki İbn Useymin rahimehullah buyurur ki, kun harfi ile yani kef harfi ile nun harfinin arasında iki tane harf var. Lem'den nun var. Bu deyir ki, subhanallah, uzun bir mesafedir. Bu harfler əslində vaxt aparır. Harfler sayanda alif, b, t, th, cim, h ilə axiri. Bunlar vaxt aparır. Lakin Allah subhanahu wa ta'ala ancaq ve ancaq ol deyir. Ol deyən kimi o işler hal olur. Deməli o harfler nədir? Bu qayda doğru değil. Kun harfi ile nun harfinin arasında harfler olduğu için bu uzun mesafedir. Allah için subhanahu ve ta'ala. Yani İza qada emran fe innema yaqulu lehu kun feyekun. Eğer Allah subhanahu ve ta'ala her hansı bir işin olmasına ol deyərsə, o derhal olur. Kun deyən kim? Sonra barakallahu fikum, Allah'ın salamı olsun bütün peygamberlere ve bizim peygamberimiz Muhammed sallallahu aleyhi ve sellem. Peygamberlerin sonuncusu olan Muhammed sallallahu aleyhi ve sellem. Əziz kardeşlerim, bu günləri olduqca mühüm olan bir meseləni inşallah ki sizinle bölüşmək istəyirəm. Xüsusən də biz elə bir vaxta gəlib çatmışıq ki, fitnələrin çox olan bir vaxtı, günahların artan bir vaxtı. Və la havlə və la quvvətə illə billah. Danışmaq istədiyim mövzu əslində bir neçə məsələdən ibarətdir. Birinci məsələ Allah'a subhanahu teala istiğfar etmək. Allah'a tövbə etmək. El-istiğfaru simetul enbiyai vel mursalin. İstiğfar peygamberlerin ve mursellerin nişanesinden idi, nişanelerinden idi. Onlar bununla tanınırdılar. Yani peygamberler ve murseller istiğfar ile tanınırdılar. Ve vasiletul evliyai ve salihin. Ve Allah'ın dostlarıyla salihler arasında bir vesileydi. Yeri gelmiş ki evliya dedikdə yadıma bir ayet düştü Allah'ın kitabından ve həmçinin insanların nəzəriyyəsində belə bir məsələ var ki, evliya deyəndə gözlərinin qabağına tez kimsə asayla dağa çıxması, dağda qalması və s. Həqiqi evliyalar onlar deyirlər. Həqiqi evliyaları Allah subhanahu wa ta'ala kitabında vəsf edir və onların da sifətlərini vəsf edir. Ələ innə evliya Allahi la xavfun aleyhim və la hum yahzanun. Allah subhanahu wa ta'ala buyurur ki, Allah'ın dostlarına ne korku var, ne de onlar hüzün olmazlar. Soruşduq ki, nedir evliyaların sifəti? Heç soruşmağa ihtiyac yoktur. Elə Allah subhanahu wa ta'ala bu ayənin ardınca onların sifətlərindən xəbər verir. Əllezine amanu ve kanu yettekun. Əllezine amanu ve kanu yettekun. Onlar Allah'a iman edib ve Allah'tan qorxanlardır. Deməli kimsə soruşsa ki, evliyanın vəsfi nədir? Deyəcək ki, Allah'a iman edenler ve Allah'tan qorxanlar. Yəni kimsə Allah'tan qorxursa ve Allah'a iman edirsə, deməli bu nədir? Evliyadır. Müəllif buyurur ki, rahimehullah, və vasilətul evliyai və salihin. Allahla salihlər və evliyalar arasında bir vəsilədir, istiğfar. Kəmə tədullu alə zəlikə nususul kitabil mubin və sünnəti seyyidil mursalin sallallahu aleyhi və səlləm. Necə ki buna dəlalət edir Allah'ın kitabı, mubin olan kitab ve Peygamberimiz sallallahu aleyhi ve sellemin sünnəsi. Dedi ki, istiğfar peygamberlerin ve mursellerin neydi? Simasıydı. Onların nişanelerinden idi. Aleyhimusselam cemiyan. Allah'ın hamsına salam olsun. Həmin bu peygamberlerden bir neçəsini inşallah ki oxuyacağım Allah'ın kitabından ve baxaq ki onlar həqiqətən hansı səviyyədə olublar istiğfar mövzusunda. Avvelen Abuna Adem. Onlardan birincisi atamız, babamız Adem aleyhisselam.
Elə ki Adəm əleyhissalam Allahın əmrindən çıxdı, ağaca yaxınlaşdıqdan sonra və bilirdi ki onun bağışlayan Rəbbi var, Subhanahu wa Taala. Və anamız Havva ikisi bir yerdə Allaha tövbə etdilər. Nə cür nə dedilər? Rabbana zalamna anfusana və illem təğfir lana və tərhamna lanakunanna minəl xasirin. Subhanallah. Rabbana zalamna anfusana. Gəlin qardaşlar bu ayətləri yəni mücərrəd olaraq oxuyub üzərindən keçməyək, bunları yaşayaq. Əfələ yetətəbbərunəl Qur'an. Allah Subhanahu taala buyurur ki, onlar deyir Allahın kitabını tədəbbür etmirlər. Əm alə qulubin əqfəluhə. Yoxsa deyir onların qəlblərində qıfıl mı var? Allah qorusun. Yoxsa o qəlblərdə qıfıl mı var? Məfhum müxalifə qaydasına görə, usul qaydasına görə görürük ki, Quranı tədəbbür etməyən nədir? Qəlb qıfıllanmış qəlbdir, Allah qorusun. Ona görə bu ayətləri fikirləşəndə, oxuyanda fikirləşmək lazım. Onlar nə deyirdilər? İkisi bir yerdə. Rabbana zalamna anfusana. Ey Rəbbimiz. Düşünün ki, subhanallah, Adəmlə Həvva aleyhissalam əllərini Allaha qalxızıb dua edirlər. Allahdan bağışlamalarını diləyirlər. Nə deyirdilər? Ey Rəbbimiz, zalamna anfusana. Nəfslərimizə zülm etdik. Və illəm təğfir lana. Əgər sən bizi bağışlamasan və etiraf etdikdən sonra bilirdilər ki, bağışlayan Allahdır. Və tərhamna, bizə rəhm etməsən, lənəkunənnə minəl xasirin. Biz xusrana uğrayanlardan olardıq. Biz xusrana uğrayanlardan olardıq. Səniyən, ikincisi Nuh aleyhissalam. Allahın salamı olsun. Nuh aleyhissalam dualarından birində buyurur ki, Rabbiğfirli və li valideyyə və li mən dəxalə beytiyə müminən və lil müminинə vəl müminət. Deyir ki, ey Rəbbim, məni və valideynlərimi bağışla. Və mənim evimə girən, daxil olan, təfsirlərdə keçir ki, evim, bəzi alimlər təfsirçilər deyirlər ki, məscidə, bəzilər deyir ki, doğrudan da öz evinə. Daxil olanları, mömin kişi və qadınları bağışla. Başqa bir yerdə, yenə Quran-ı Kərimdə buyurur ki, Və illə təğfirli və tərhamni əkum minəl xasirin. Məni bağışlamasan, mənə rəhm etməsən, xusrana uğrayanlardan olaram. Nuh aleyhissalam. Səlisən, üçüncüsü Allahın kəlamı adlanan Kəlimullah Musa aleyhissalam. Allaha dualarının birində deyir ki, Rabbi inni zalamtu nefsi fəğfirli fəğafərə ləhu innəhu huvəl ğafur rahim. Deyir ki, ey Rabbim, məni bağışla, hansı ki o kişini öldürmüşdü. Sonra bundan sonra dua edir Allaha. Deyir ki, ey Rabbim, məni bağışla. Fəğfirli, məni rəhm elə. İnnehu huvel gafur rahim. O həqiqətən bağışlayandır, rəhimlidir. Subhanahu wa Taala. Rabi'an, dördüncü peyğəmbər İbrahim aleyhissalam. Buyurur ki, Rabbena iğfirli və li valideynə və lil müminинə yevmə yəqumul hisab. Ey Rəbbim, məni də, valideynlərimi də qiyamət günü, hesab günü bağışla. Qiyamət qopacağı günü məni və valideynlərimi bağışla. Xamisən, beşincisi Şuayb aleyhissalam. Buyurur ki, vəstəğfiru rabbakum. Qavminə deyir ki, ey qavmim, Allaha tövbə edin. Sümmə tubu ileyhi. Və sonra ondan bağışlama diləyin. Ona tövbə edin, ona bağışlama diləyin. İnna rabbi rahimun vadud. Rəbbim sevən, rahim və seviləndir. Rəhimlidir və seviləndir. Subhanahu Teala. Sədisən, altıncısı Salih aleyhissalam. Allaha dua edir ki, ya qavmi, Allaha duadan öncə qavmini dəvət edir. Buyurur ki, ya qavmi i'budullaha mə ləkum min ilahin qayru. Ey qavmim, Allaha ibadət edin, sizə nə olub ki, Allahdan qeyrilərinə tapınırsınız. Sonra buyurur ki, huvə ənşəəkum minəl ardı və istə'mərukum fiyhə. Odur ki, Allah subhanahu wa ta'ala sizi yer üzündən çıxartdı. Təfsirlərdə keçir ki, Adəm əleyhissalamı və sizi orada bərqərar etdi. Fəstəğfiruhu, ona tövbə edin. Sümmə tubu iley, ondan bağışlanma diləyin. İnna rabbi qaribun mucib. Həqiqətən Rəbbim yaxındır və duaları eşidəndir. Və həmsinin səbiən, yedincisi Davud aleyhissalam. Fəstəğfərə rabbəhu və xarra raki'an və ənəbə. Rəbbinə tövbə etdi, ruku və səcdə edənlər kimi. Ruku və səcdə etdi və Allahdan bağışlama dilədi və Allaha döndü. Subhanahu wa Taala. Sonra səminən 8-incisi Süleyman aleyhissalam.
Rabbi gfirli ve habli mulken la yenbaghi li ahadin min ba'di inneke entel vehhab. Ey Rabbim, məni bağışla. Mənə elə bir mülk nəsib et ki, məndən sonra bunu heç kimə verməyəsin. Sən həqiqətən vahhabsan, bəxş edənsən. Sonuncusu, 9-uncusu Muhammed sallallahu aleyhi ve sellem. Allah subhanahu wa ta'ala Peyğəmbərə sallallahu aleyhi ve sellem əmr edir. Buyurur ki, fə'ləm ənəhu la ilahe illallah və stəğfir li zənbik. Bil ki, Allah'tan başqa ibadətə layiq olan haqqı ilə məbud yoxdur. Bil ki, Allah subhanahu wa ta'ala Allah'tan başqa ibadətə haqqı ilə məbud yoxdur və günahların üçün Allah'tan bağışlanma dilə. Günahların üçün Allah'tan bağışlanma dilə. Əziz qardaşlarım, bunları bildikdən sonra, yəni bildikdən sonraki peyğəmbərlər nə cür Allaha tövbə edib, əslində bunu dərsimin önündə deməkdə məqsədim var idi. Peyğəmbərlərin istiğfarı haqqında. Mövzumuz nədir? Mövzumuz İbn-i Qayyim Rahiməhullahın kitablarının birindən mühüm olan bir mövzulardandır. Diqqətli olun, barakallahu fikum. İbn-i Qayyim Rahiməhullah buyurur ki, فَإِذَا أَرَادَ اللّٰهُ بِعَبْدِهِ خَيْرًا فَتَهَ لَهُ بَابًا مِنْ أَبْوَابِ التَّوْبَةِ. Deyir ki, əgər Allah Subhanahu Teala qullarından birinə xeyir istəyərsə, ona tövbə qapılarından birini açar. Əgər Allah qullarına və ya qullarından birinə xeyir istəyərsə, Allah ona tövbə qapılarından birini açar. Və sonra ona nədəm, peşmançılıq, Allahın qarşısında sınmaq və Allahın qarşısında zəlil olmaq, Allaha dönmək məsələsini bəxş edər. Yəni bir mənada insan ona tövbə qapısı açılarsa, nədir? Allah Subhanahu taala ona peşmançılığı nəsib edir. Yəni etdiyi günahlara görə. Sonra onun üçün Allahın qarşısında zəlillik, inkisar, sınmaq və s. bu kimi ibadətləri ona nəsib edir. Subhanahu Teala. Baxın, belə bir məsələ var. Deyirlər ki, bəzən olur ki, insanın günahı onu cənnətə salır. İnsanın savab işləri onu cəhənnəmə salır. Əslində zahirində biraz taarrud var, ziddiyyət var. Lakin indi məsələni inşallah daha da geniş şəkildə şərh edəcəyik. Soruşurlar ki, qalu keyfə? Bəzən olur ki, insan günah edir. Bu günah səbəbilə cənnətə gedir. Subhanallah. Bəzən də olur insan salih iş görür. Bu salih əməl səbəbilə cəhənnəmə gedir. Məsələ biraz ağırdır, elə deyil mi? Qalu keyfə? Dedilər ki, nə cür? Deyir ki, insan deyir, subhanallah, bir günah eləyir. O günahdan ötəri o qədər peşmançılıq çəkir ki, o qədər Allaha tövbə edir ki, o qədər qəlbində sıxıntı duyur ki, artıq şeytan, Allahın düşməni ondan əl çəkir. Hətta deyir ki, kaş ki bu günaha salmazdım. Bu nə qədər tövbələdir. Çoxlu istiğfarı ilə nədir? Cənnət əhlindən olur. Təkrar edirəm, barakallahu fikum. Bir nəfər var, iki nəfər var. Bunlardan biri günah edir, digəri isə nədir? Salih işlər görür. Bu günah edən insan günahının səbəbilə cənnətə gedir. Baxın, İbn-i Qayyim Rahiməhullah hansı məsələlərə toxunur. İkincisi, salih əməllərinin səbəbilə cəhənnəmə gedir. Subhanallah. Həmin o günah edən insan, günah edəndən sonra qəlbi parçalanır. Qəlbi parçalanır ki, Rəbbim olan Allaha Subhanahu Teala günah etmək olarmı? Xeyr. Və o günahın peşmançılığından o qədər Allaha tövbə edir ki, artıq nədir? Bu günah onun üçün nədir? Səbəb olur cənnətə getmək üçün. Burada bir dənə məsələ var. Bu haşiyə çıxım inşallah qaydacam. Bu mühüm məsələlərdəndir. İnsan subhanallah belə deyək də, yenə İbn-i Qayyim başqa kitablarının birində buyurur ki, İbn-i Teymiyyənin sözünü orada zikr edir. Əslində özünün sözü deyil, müəlliminin. Şeyxülislam İbn-i Teymiyyə deyir ki, dua edəndə heç bir şey üçün dua etmə. Məsələ biraz ciddi məsələ. Demək istəyir ki, salih zövcə istəyirsənsə istəmə. Salih evlad istəyirsən istəmə. Maşın istəyirsənsə istəmə.
Cənnət istəyənsə istəmə. Subhanallah. Nə deməkdir? Yəni bunların heç birini istəmə deyir. Bütün duaların qabağında deyir, Allaha tövbə elədir. İstiğfar elə. Sonra şərh eləyir rahimehullah. Deyir ki, sən istədiklərinin hamısı mövcud əslində. Sadəcə olaraq sən günahlarınla subhanallah bağlamısan o qapıların hamısı. Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Deyir, sizin deyir ruzunuz göy səmasındadır. Siz de günahlarınızla bağlamışsınız onu. Siz düşünün ki subhanallah, səmada bizim ruzlarımız var. Bizim nə qədər var dövlətimiz var. Sadəcə olaraq biz özümüzə zülm etmişik, günahlarımızın nəticəsində nə etmişik? O qapıları bağlamışıq. Ona görə deyir ki, istiğfar elə, istiğfar etdikdən sonra, o günahlar gedəndən sonra istər-istəməz özü axarınca gələcəklər. Arxa-arxaya. Misal üçün sən Allahdan evladının salih olmasını istəmişdin, Quran əzbərləmək üçün dua etmişdin, elm öyrənmək üçün. Bunlar hamısı mövcuddur, subhanallah. Bunlar hamısı var. Sadəcə olaraq sən günahlarınla bağlamısan. Sən istiğfar edən kimi Allaha subhanahu teala o da nədir? Dərhal o qapılar açılır. Dərhal o qapılar açılır. Mövzumuza qayıdırıq. Barakallahu fikum. Şeyxülislam İbnül Qayyim rahimehullah deyir ki, bir nəfər kişinin deyir, günahı səbəbilə cənnətə getməsi, bir nəfər kişinin savabı səbəbilə, yaxşı əməllər səbəbilə cəhənnəmə getməsi. Soruşanda ki, nə cür? Deyir ki, o kişi deyir, günah edir, sonra bu günahından dolayı peşman olur. Allaha tövbə edir. Allahdan istiğfar edir. Yəni gecə gündüz onun qəlbi parçalanır ki, nə cür oldu ki, mən bu günahı etdim? Axı mənim Rəbbim subhanahu wa ta'ala o günaha yaraşmaz. Axı mənə yaraşmaz ki, məni yoxdan xəlq eləyən, mənə ruzu verən, məni gözəl biçimdə xəlq edən subhanahu wa ta'ala, məni yedizdirən, içizdirən, bu cürə Allaha qarşı günah etmişəm. Gecə gündüz o peşmançılıq onun qəlbini parçalayır. Bu səbəbdən dolayı Allah onu bağışlayır. Subhanallah. Çoxlu şəkildə istiğfar eləyir, dua edir Allaha. Günah səbəbi ilə nədir? Allah onu bağışlayır, cənnətə gedir. İkinci qism insan deyir ki, salih əməllər görür, lakin nədir? Bununla cəhənnəmə gedir, subhanallah. Nə cür olur? O cür ki, elə ki Allah subhanahu wa ta'ala ona salih əməlləri müvəffəq eləyir, bəzən insan görürsən ki, minnət edir, subhanallah. Allaha ibadətləri minnətlə edir. Allahu akbar. Sanki bu etməli deyil, belə deyək də, edim də belə. Sanki bu əməli yerinə yetirmə, bu ibadəti sanki yerinə yetirməli deyil. Bəzən görsən ki, ibadətlərindən ücub gəlir ona. Bəzən görsən fəxr edir, özünü bəyənir, təkəbbürü edir, bu səbəblə də cəhənnəmə gedir. Yəni insan işlərin hamısını Allaha qaytarmalıdır. İnsan əməllərin, yaxşılıqların hamısını Allahdan görməyəndə nə olur? Problem olur. Allah qorusun. Ona görə əziz qardaşlarım, barakallahu fikum, bu məsələlər mühüm məsələlərdir. Həmişə nə ibadət olursa olsun, əslində bu isti'anədir. İsti'anə haqqında dərslərin birində danışmışdıq. İyyəkə nə'budu və iyyəkə nəsta'in. Biz sənə ibadət edirik və səndən kömək diləyirik. İsti'anəni insan bildirməyəndə Allah subhanahu teala o insanı həlak edir, Allah qorusun. Daha doğrusu özü həlak olunur. Yəni bir mənada sənin tutduğun oruclar, birinci, dördüncü günlər, qıldığın gecə namazları, verdiyin sədəqələr, qıldığın nafilə namazlar, bunlar heç bir sənin gücün qüvvətindən deyil. Hamısı Allahın gücü qüvvəti ilədir. Hamısı, bütünlüklə ibadətlər nədir? Allaha qaytarmaq, subhanahu wa ta'ala. Bu şeyləri bildikdən sonra, barakallahu fikum, üzərimizə düşən nədir? Üzərimizə düşən çoxlu şəkildə Allaha tövbə etmək. Və bizim də günahlarımız var. Şübhəsiz ki, dərsin önündə dediyim kimi, elə bir vaxta gəlib çatmışıq ki, Allah qorusun, yəni bir mənada yəni fitnələrin çox olan vaxtı, günahların çox olan vaxtı. Lakin unutmaq lazım deyil ki, bizim bağışlayan Rəbbimiz var. Bizim bağışlayan Rəbbimiz var. Biz günah etdikdən sonra Allaha zikr etməyə, Allaha xatır edib dua edəndən sonra Allah subhanahu teala bunu vəd edib. وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنفُسَهُمْ ذَكَرُوا اللَّهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللَّهُ. Fikir verin, Allah subhanahu teala deyir. وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً. Gəlin bu ayəni yaşayaq. Buyurur ki subhanahu teala, o kəslər ki bir fuhuş görərlər. أَوْ ظَلَمُوا أَنفُسَهُمْ və yaxud öz nəfslərinə zülm edərlər. İnsan əslində elə günah eləyəndə özünə zülm edir. وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنفُسَهُمْ. Bir fuhuş görərlər və yaxud nəfslərinə zülm edərlər. Sonra üçüncü mərhələ nədir? Zəkarullah. Subhanallah. Dərhal Allahı xatırlayalım. Elə bu Allahı xatırlamaq məsələsi də burada üçüncü mərhələdə danışacağım inşallah. Bu da Allahdandır. Yəni sən Allahı həmin məqam xatırlayırsansa, xatırlaya bilirsənsə, bil ki bu Allahdan sənə tövfiqdir. Vallahi müvəffəqiyyət Allahdandır.
Çoxlu insanlar var ki nədir? Günahların içərisində qərq olublar. Allahın müstəan. Onlar heç xatırlaya bilirlərmi Allahı? Xeyr. Allahın rəhmətindəndir ki, sən günah etdikdən sonra Allahı düşünə bilirsən. Allahı xatırlaya bilirsən. Zəkarullaha fəstəğfəru li zunubihim. Allahı xatırlayanlar günahlarından ötəri Allahdan bağışlama diləyirlər. Və ləm yəğfiru zunubə illallah. Allah buyurur ki, Subhanahu wa ta'ala, Allah'tan başqa, və mən yəğfiru zunub, üzr istəyirəm. Və mən yəğfiru zunubə illallah. Deyir ki, Allah'tan başqa kim bağışlaya bilər günahları? Bütün dünya bir araya gəlsin ki, sən bir xatanı, günahını bağışlasın. Bacararlar mı? Xeyr. Amma sən Allahı xatırlayanda, Allaha dönəndə, Subhanahu wa ta'ala, Allah səni bağışlayır. Mühüm olan nədir? Günah etdinsə, hamımız bəşərik. Yəni, heç bir mələk deyilik. Hamımız bəşər evladıyıq, hamımızın günahlarımız var. Lakin Allaha dua etmək lazımdır ki, Allahım, günah etdikdə özünü mənə xatırlat. Bax, bu da mühüm məsələlərdən. Dedik ki, barakallahu fikum, insanların əksəriyyəti günahlar içərisində üzürlər. Lakin Allahı xatırlamaq umurlarında deyildir. Bu da Allahdan tövfiq deyir onlar üçün. Əgər kimsə bu sifətdədirsə, Allahı Subhanahu wa ta'ala günahdan sonra xatırlayırsa, elhamdülillah, elhamdülillah. Bu onun üçün fürsətdir. Sonra barakallahu fikum, sonda bir məsələ var. Bu da olduqca mühüm məsələlərdəndir. Elə dərsimizlə əlaqəlidir. İbn Qayyim rahimehullah yenə kitabında davam edir. Buyurur ki, İyyəkə və iyyək. Deyir ki, nə badə. Allahla yanaşı hər hansısa bir məxluqu Allahdan artıq sevəsən. Diqqət edin. Deyir ki, İyyəkə və iyyək. Ən tuhibbə şəxsən. Əksara minallahi əzzə və cəl. Allahla yanaşı, Allahdan artıq olaraq kimisə sevəsən. Sonra buyurur ki, bil ki, bu sevdiğin adam bir gün sənin imtihanın olacaq. Diqqətli olun. Bir nəfər var, zövcəsini Allahdan çox sevir. İkincisi deyir ki, mən oğlumu Allahdan çox sevirəm. Üçüncüsü deyir ki, mən malımı Allahdan çox sevirəm. Allahın müstəhan. Üçüncüsü, dördüncüsü deyir ki, mən nə bilim, atamı Allahdan çox sevirəm. Vallahi, billahi, tallahi. Bir günlər bu məxluqlar sənə imtihan olacaq. Allah səni o məxluqlarla başda-başa bıraxacaq. Ona görə nədir? Heç kimin sevgisini Allahın sevgisindən önə çəkmək lazım deyil. Heç kimi Allahdan artıq sevmək olmaz. Bəzən görürsünüz ki, bu məsələlər hardan qaynaqlanır? İnsanlar qulluğu düzgün anlamayıblar. Yəni biz müsəlmanlar biraz səmimi danışaq, hər öz nəfsini yaxşı tanıyır Allahdan sonra. Biz qulluq məsələsini yaxşı anlamamışıq. Biz qulluq, yəni Allah bizim Rəbbimiz bu məsələni anlamamışıq. Həqiqətən. Bu bir həqiqətdir, subhanallah. Yəni sən bil ki, sənin yoldaşının, zövcənin sənə etdiyi o yaxşılıq Allahdandır. Sən müvəffəqiyyəti, fəziləti Allaha yönəltmirsən. Demirsən ki, elhamdülillah, bu Allahdan oldu. Bu yoldaşımın mənə etdiyi bu yaxşılıq Allahdan oldu deməyən kimi Allah o yoldaşla səni ibtila edir. Sənə oğlunun yaxşılığını, qonşunun yaxşılığını sən Allaha qaytarmayan kimi, Subhanahu wa ta'ala. Həmin bu yaxşılığı kimdəsə görəndə sevgini ondan, yəni Allahdan artıq edirsən. Allah Subhanahu wa ta'ala səni o evladla imtihan edir. Nə badə deyir ki, Allahdan başqasını Allah kimi sevməyəsən. Allahdan yüksək sevməyəsən. Bil ki, bütün fəzilət Allahadır. Fəzilət bütövlük Allahındır. Şeyx İbn Hüseymin rahimehullah kitablarının birində zikr edir. Buyurur ki, ola bilsin ki, kimsə sənə bir hədiyyə versin, bəxşiş etsin. Həmin bu məqamda deyir, iki dənə məsələ var. Sən qarşı tərəfdə olan adama həm təşəkkür eləməlisən, həm də bu yaxşılığı Allaha qaytarmalısın. Deyir ki, nə cür eləməlisən? Sizcə nə cür eləmək lazımdır? Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, mən ləm yeşkurun nəsə, lə yeşkurullah. Kim insanlara təşəkkür etməzsə, Allaha da şükür etməz. Bu da var və bir də biz bilməliyik ki, nədir? Allaha həmd etmək. Üzr istəyirəm. Buyurur ki, sənə verilən o hədiyyə, misal sənin əlindədirsə, sənə kimsə bir dəsmal verib hədiyyə. Sən buna qarşı tərəfdə deməlisən, çox sağ ol, düzdür və yaxud təşəkkür etməz. Deyək ki, o dəsmalı götürən kimi qəlbində dinən ki, elhamdülillah. O qabaqdakı adam hətta şey olmasın, belə necə deyirlər, pərt olmasın. Deyən ki, elhamdülillah. Qəlbində deyək, sonra ona deyən ki, Allah razı olsun, təşəkkür edirəm sənə bu hədiyyəyə görə. Nə badə, ona birinci deyəsən ki, təşəkkür edirəm. Çünki nəyə görə? Eləyən kimi sən deyirsən ki, bunu verəm, bunu mənə yetirən sənsən. Fikir verirsiniz, hansı nöqtələrə toxunublar, rahiməhumullah. Ona görə, vallahi, bütün məsələlər Allaha qaytarmaq lazım. Bütün məsələlər Allahdandır, Subhanahu wa ta'ala. Sənə nə xeyir gəlirsə, hamısı Allahdandır.
Sən nə barədə fikirləşməsən ki, bax, yaxşıdır, Allah razı olsun falan qardaşdan. Nə qədər? Düzdür, insanlara şükür etmək, bayaq dediyimiz kimi, Peyğəmbərin sallallahu əleyhi və səlləmin əmrlərindəndir. Lakin nə zaman? Birinci Allah, sonra nədir? İnsanlar. Birinci Allah, sonra insanlar. Ona görə İbn Qayyim rahimehullah deyir ki, görsən ki sən insanlardan kimisə sevirsən Allahdan artıq, Allah sən deyir o sevdiyi qulla, sən sevdiyin o adamla səni imtahan edəcək. Vallahi, nə qədər olub belə şeylər, subhanallah. İnsan evlatlarını, həyat yoldaşını, atasını, anasını elə sevib ki, yəni darıxdığından ürəyi partlayır. Heç Allah üçün bu qədər darıxmır. Fikir verdiniz, bayaqlar nə dedik? Dedik ki, biz Rəbbimizi yaxşı tanımırıq. Əslində Rəbbini yaxşı tanıyan qullar nə edirlər? Allahu subhanahu teala darıxırlar Allah üçün, Allahın görüşü üçün, Allahla liqa, Allahla ibadətlərdə nədir? Həmişə darıxırlar ki, Allah subhanahu teala olsun. Amma biz bəzən subhan olur ki, ata-analarımızı, oğullarımızı, bunlar şübhəsiz ki olmalı, bunlar təbii sevgilərdir. Nə badə nədir? Çalışıb o insanları Allahın sevgisindən qabağa çəkmək. Belə olan kimi 1 ildən sonra, 2 ildən sonra, 3 ildən sonra və yaxud bir neçə aydan sonra ibtila olacaqsın. İbtila olacaqsan, uzaq düşəcəksən evlatlarından. İbtila olacaqsan, ayrılacaqsan ailəndən. İbtila olacaqsan, uzaq düşəcəksən ata-anandan. Vallahi, billahi, tallahi, bunlar hamısı nədir? Bunlar hamısı yəni təcrübədən keçirilmiş məsələlər. Bunlar hamısı təcrübədən keçirilmiş məsələ. Yəni alimlər, barakallahu fikum, hər hansısa bir məsələni kitablarında yazan əbəs yerə danışmırlar. Onlar ölçürlər, biçirlər, fikirləşirlər, sonra nədir? Öz kitablarına qələmə alırlar. Uca Allahdan dilərəm ki, Allah Subhanahu taala eşitdiklərimizi bizim üçün faydalı etsin. Allah hər zaman bizi Allaha tövbə edən qullarından etsin və Allaha gözəl qul olmağı Allah bizə nəsib eləsin. Subhanakallahumma və bihamdik. Əşhədu an la ilahe illa ente